Herkese salam aleykum. Gəlmişəm Xırdalana. Xırdalanda mən qalmışam uzun müddət evlər, uzun müddət küçələrdə qalmışam. Xırdalanda qalmışam burada. Yəni dostumla qalmışıq Xırdalanda. Burada bir dayı var, gəlib onunla görüşdüm. Mən 2 il bundan qabaq çox çətin günlərdən keçirdim. Susuz qalırdım da yəni. Mənə ev vermişdi. Salam aleykum. Sizə bir dənə siqaret mi var? Yox, yox. Mən sizə bir dənə siqaret mi var? Var mı? Şimdi abi gelmişəm bura. Bir dənə siqaret. Canın sağ olsun. Sağ ol. Bir dənə siqaret mi var? Salam aleykum. Abi bir dənə siqaret mi var? Burada heç siqaret çəkmir. Yox. Ben burada harda iş tapa bilərəm? İş axtarıram. Hə? Xırdalanda harda iş tapa bilərəm mən? Nə bilim. Vətən nə bilim, sən burada doğub böyümürsən mi? Ay mən burada iş bazam. Yox, bir də dost tanış olar, bilər də, sənə deyərək ki, Mən hamısı acından ölür məndən 5. Dayı, mən bir dənə siqaret verdim, nə olar? Suçmudur ha, bir dənə qaydanda pul versəm olar mı? Heç. Görsən mi? Bunlar pulsuz almır, cəmaatı pulsuz. Yox, gətirib verirəm da, iş axtarıram da. Lan evini gətirib verəcək, ona qalsın 1000 dənə adam gəl gedir. Xırdalanda mən boyut başa Xırdalanda. Hə, o Xırdalanda 1 milyon adam var. Oğlum, da 1 milyon, yox, 100 milyon. Dostum, ehtiyatlı sür. Ehtiyatlı sür. Neyse, bir dənə maraqlandım uşaqlarda iş mövzusunu. Burada iş tapmaq biraz, nə bileyim qardaş, yəni burada axtarmaq lazımdır da. Küçə gəzib, piyada gəzib axtarmaq lazımdır. Niyə bu videonu çəkirəm? Çünki Xırdalanda mənim xatirələrim vardı. Xırdalanda biz yiyib-çap bir dənə oğlan var idi, dəymə dağıldı. Yiyib-çildi, oğlan baxır videoya, ona salam olsun. Yiyib-çap vaxtımız var idi. Allah həmd olsun. İndi amma düşmüşük. Normal düşmüşük, ona görə gedirəm indi. Yəni, görüm, iş tapa bilirəm də. Qardaş, salam aleykum. Paketim alınmışsa, mən özüm dönərçiyəm, Elmərdə qalıram. İş axtarıram, təcili. Kontrolüm yoxdur da. O nömrənin sahibi bura gəlirmi heç? Arada bərdə. Saat neçədən rəndi gəlir bura? Saat axşamdan neçə kimi çıxdı bura? 12-yə kimi? Hə, oldu. Allah bazar versin. Ha, indi bir dənə iş var burada, paketli var, maratonacam. Salam aleykum. Bəlkə bir dənə siqaretiniz var, əmi? Haqqı almadı qardaş. Abi, bura paketçi axtarılır. Mən özüm dönərsiyim, iş axtarım. Qalxdan gəlmişəm, işsizəm. Bura, ki, oranın yiyəsi var, orada gələn oğlan. O mənim kontrolüm yoxdur, zəhlim var. O, bilmirsən, təxmin nə vaxt gəlir, siz qonşusunuz da bir-birinizə, abiq olaraq. Mən lap uzaq gəlmişəm. Odur. Sağ ol, Allah sənə razı olsun. Mən bilirsən orada qalırdım əvvəl. Burada məscidin yanında dayı var, bir dənə. Ged ora qoy. O da yesin, hə. Odur. Salam əleykum. Bu paketçi işinə görə mən sizi narahat edirəm. Mənim adım Ceyhundur. 25 yaşım var, özüm sənətçiyəm. Qalxdan gəlmişim, təcili iş axtarıram. Küçədə qalıram, küçədə evdə qalıram. İşte məni götürür, Allah üçün məni götürür, işləyim, mən Xırdalanda böyümüşəm. Burada cümə məscid var, məscid var burada qabaqda. Orada dayının evində böyümüşəm mən, boya başını satmışam. Yox deyil, şeyim yox deyil, kontrolüm yox deyil, yalanım. İnterneti var, internete yazı geçsin. WhatsApp'ım var. Heç bunu bir dənə WhatsApp'ına yazım. Ha, sağ ol. Başına gəlib. Demə, Xırdalanda 119-un yolundayam. Burada bir dənə restoran var. Mən də acımışam da. Gördüm, kebab zad hazırlayırlar. Dedim ki, qardaş, mən qalxdan gəlmişəm, iş axtarıram, acımışam da. Mənə bir Allah razı olsun, bir loğma yemək verin. Quru çörək verin, sonra yeyərəm. Dedi, problem yoxdur. Heç nə, mənə hazırladılar. Mən də bunlara dedim ki, mən TikTok eləmdə, TikTokda. Salam.
Nətə söyləyən, amma nə Sağ o? ol, sağ ol. Zahməti söyləyən, gəlmərəm. Deyəncə bu... Mən TikTok eləmdə, dedim, çəkirəm, paylaşıram, bəyənirlər, baxırlar, baxışlarım da normal idi. Dedilər ki, sonra sən gələrsən. Hə, dedim ki, qardaş, istəyirsinizsə sizin bu obyektinizi reklam verirlər. Dediniz də, siz mənə dəstək olursunuz, mən də sizə dəstək oluram. Hə, o reklam videosunda paylaşacağam inşallah. Xırdalandayım, çəkirəm, gəzirəm, əylənirəm, Allah şükür. Əlhəmdülillah, yəni hər şey qaydasındadır. Öpürəm sizləri. Hə, yedi, içdik, obyekt də reklam elədik. Oradan xeyir də götürdük, Allah'a şükür. Yəni dönər idik də, kebab yedik. Çoxdan kebab yemirdim. İndi gəlmişəm burada parkdayam. Biraz gəzirəm, bir dənə çay da içirəm. Sonra gedirəm başqa yerə. Sağ olun. Növbəti videoda görüşmək üzrə. Özünüzə yaxşı baxın.